Xəstəlik günahları kəffar edirmi? Bəli, amma Allahdan şikayət etməzsən, səbrə çalışsan, xəstəliyin mükafatını düşünsən, bu sənin üçün kəffarət-i zunubdur. Sırf günahların kəffarət olmaya da bilər, sənin tərəqqin üçün də verilə bilər. Məsələn, Eyyub peyğəmbəri düşünün, xəstəlikli olur, yara-bərə içərisində olur. O xəstəliyin böyük mükafatını düşünərək, bir imtahan olduğunu düşünərək səbr eləyir, qalır və ibadətini də o anda tərk eləmir. Xəstəlik anında insanın eləyə bilmədiyi ibadətlər, zikirlər, dualar ki, xəstəlik bunlara mane oldu. Xəstəlikli keçən hər bir saatın üçün bir gün ibadət kimi sənə savab yazılır. Hətta bəzi kamil insanlar var ki, Allaha tam təslim olmuş, şikayət etməyən, imtahan olduğunu bilən, mükafatını düşünən insanlar var ki, bir dəqiqəsi bir gün ibadət kimi yazır. Yəni xəstəliyin çox hikmətləri var. O hikmətləri, o gözəllikləri gördüyü zaman insanın xəstəliyi ondan 2-3-ə edir ki, Allah, demək ki, günahlarımızın bağışlanmasına səbəb. Demək ki, Allah bizi tərəqqi etdirmək üçün, mənəvi yüksəltmək üçün daha çox Allaha bağlanaq, daha çox axirətində düşünək deyə bu şeylər olur. Bu gözəllikləri gördüyü zaman bu mənaları insan səbrə çalışır, xəstəlik də insana bir faydası olduğunu düşünür, bu şəkildə rahat olur. Allaha şükür edir.